Ukraynanın şərqində, Donetsk vilayətində yerləşən mühasirədə olan Pokrovsk şəhərində Rusiya qoşunlarının irəliləməsini əks etdirən video görüntülər yayılıb. Kadrlarda Rusiya piyadalarının olduğu hərbi texnika kolonnasının qarla örtülmüş, boş şəhər küçələri boyunca irəlilədiyi görünür. Rusiya qoşunları hava şəraitindən yararlanaraq döyüşlərin əsas mərkəzlərindən biri olan Pokrovska yeni piyada qüvvələri və təchizat kolonları yeritməyə çalışır. Strateji təchizat qovşağı sayılan Pokrovsk əsas döyüş nöqtəsinə çevrilib və Rusiya qüvvələri şəhəri ələ keçirməyə cəhd göstərir. Bununla belə şəhərin tutulması cəhdləri zamanı Rusiya qoşunları ağır itkilər verir. Rusiya mediasında Donetskin qapısı adlandırılan Pokrovska, nəzarət Ukraynanın nəzarətində olan ərazilərin daha dərinlərinə doğru yeni marşrutların açılmasına imkan verə bilər. Dekabrın əvvəlində Rusiya Müdafiə Nazirliyi Pokrovsk şəhərində Rus əskərlərinin sərbəst şəkildə gəzdiyini, bayraqlar qaldırdığını göstərən video yayımlamış və bütün əraziyə nəzarəti ələ keçirdiklərini iddia etmişdi. Hazırda Rusiya qoşunları bir neçə istiqamətdən irəliləməyə çalışır. Artilleriya atəşini, idarə olunan bombalarla hava zərbələrini və geniş miqyaslı pilotsuz uçuş aparatlarından istifadəni gücləndirərək Ukrayna müdafiəsini zəiflətməyə və logistikanı pozmağa cəhd edir. Ukrayna qüvvələri isə şəhərin kənarlarında və əsas yanaşma yolları boyunca müdafiə mövqelərini saxlayır, artilleriya, tank əleyhinə silahlar və dronlardan istifadə edərək hücumları dəf edir və düşmənin irəliləyişini ləngidir. Yaxın kəndlərdə toqquşmalar tez-tez baş verir. Gecə-gündüz fasiləsiz döyüşlər davam edir. Davamlı təzyiqə və çətin şəraitə baxmayaraq, Ukrayna əskərləri yarılmanın qarşısını almaq və şəhər ətrafında vəziyyəti sabitləşdirmək üçün çalışırlar. Ukrayna qoşunları cəbhə xəttində Rusiya ordusunun növbəti hücumunun qarşısını alıblar. İki zirehli texnika ilə irəliləyən və mövqe tutmağa hazırlaşan Rusiya bölmələri Amerika Birləşmiş Ştatlarının istehsalı olan təyyarəli zəncir ötürməli Bushmaster avtomatik topu ilə Ukrayna qüvvələrinin zərbəsinə məruz qalıb. Sosial şəbəkələrdə yayılan video görüntülərdə Rusiya zirehli texnikasına və onların yaxınlığındakı Rus əskərlərinə endirilən zərbələr əks olunub. Ukrayna işğal olunmuş ərazilərdə və Rusiyanın dərinliklərində yerləşən Rusiya mövqelərinə qarşı hücumlarını artırıb. Lev cəbhə xətti boyunca Rusiya mövqelərinə zərbələri endirmək, hücumların qarşısını almaq, texnikanı məhv etmək və Rusiya qüvvələrinin ələ keçirdikləri ərazilərdə möhkəmlənməsinə imkan verməmək üçün getdikcə daha çox qərb ölkələrinin təmin etdiyi silahlara güvənir. Amerika Birləşmiş Ştatlarının və Avropa İttifaqı müttəfiqləri tərəfindən təqdim olunan artilleriya sistemləri, zirehli maşınlar, pilotsuz uçuş aparatları və raket platformaları Rusiya hücumlarının qarşısının alınmasında əsas rol oynayır. Xüsusilə Ukraynanın müdafiə mövqelərinə hücum cəhdləri zamanı qərb istehsalı olan artilleriya və piyada döyüş maşınlarından açılan dəqiq atəşlər zirehli texnikanı, canlı qüvvə toplaşmalarını və atəş nöqtələrini hədəf alır. Çox vaxt Rusiya bölmələrini geri çəkilməyə və ya hücumu tamamilə dayandırmağa məcbur edir.
əgər Moskva Ukraynadakı münaqişəni nizamlamaqdan imtina edərsə, Amerika Birləşmiş Ştatlarının Rusiyaya məxsus neft tankerlərini müsadirə etməlidir. Bu təklifi ABŞ senatoru Lindsey Graham Donald Trumpa irəli sürür. Onun sözlərinə görə Vaşinqton oyunun qaydalarını köklü şəkildə dəyişməlidir. Biz Rusiya ilə əlaqə saxlamağa davam edirik, Putini danışıqlar masasına cəlb etməyə çalışırıq. Lakin o bütün cəhdlərimizi rədd edir, deyə Graham bildirib. Senator əlavə edib ki, əgər Moskva sonda sülh planını qəbul etməzsə, Trump onun təqdim etdiyi qanun layihəsini imzalamalıdır. Həmin layihə ucuz Rusiya nefti alan ölkələrə rüsumların tətbiqini nəzərdə tutub, Rusiyanın terrorizmi dəstəkləyən dövlət elan edilməsini tələb edir və ABŞ-ın Venezuelaya qarşı atdığı addımların nümunəsində Rusiya nefti daşıyan gəmilərin müsadirəsinə başlanmasını mümkün edir. Əgər Putin sülh planını yox deyərsə, oyunun qaydalarını radikal şəkildə dəyişməliyik, deyə senator vurğulayıb. Bundan əlavə, Graham bir daha Ukraynaya Tomahawk qanadlı raketlərinin verilməsini təklif edib. Onun fikrincə bu, Rusiyadakı pilotsuz uçuş aparatları və raket istehsalı müəssisələrinə zərbələr endirməyə imkan verər. Xatırladaq ki, Graham bu yaxınlarda xəbərdarlıq edərək bildirib ki, əgər Vaşinqton Kremlə təzyiqi artırmasa, o cümlədən Moskva müharibəni dayandırmaq cəhdlərini rədd etməyə davam edərsə, Ukraynaya Tomahawk raketləri tədarük etməsə, Prezident Donald Trump Rusiya ilə nəticəsiz sülh danışıqlarına cəlb oluna bilər. MBC-yə verdiyi müsahibədə Graham qeyd edib ki, Amerika Birləşmiş Ştatları Ukrayna və Avropa tərəfdaşlarının apardığı danışıqlar döyüşləri dayandıra biləcək bir çərçivə formalaşdırıb. Bu çərçivə Rusiyanın bütün işğal olunmuş ərazilərdən çıxmasını məcburi etməsə də, yeni işğalın qarşısını almaq üçün güclü təhlükəsizlik zəmanətlərini əhatə edir. Mən üçüncü işğalın qarşısını alan bir razılaşma istəyirəm. Avropa qoşunlarının ərazidə olmasını istəyirəm ki, üçüncü işğal baş verməsin, Ukraynaya təhlükəsizlik zəmanətləri verilməsini istəyirəm, deyə Graham bildirib. Oyunun qaydalarını dəyişmədikcə Putin Donbası güc yolu ilə ələ keçirməyə davam edəcək, deyə o əlavə edib. Kremlin sözlərinə görə Rusiya dəfələrlə sülh təşəbbüslərini rədd edib və bu da Putinin ümumiyyətlə müharibəni bitirmək niyyətində olub-olmadığına dair ciddi şübhələr yaradır. Senator hesab edir ki, əgər Moskva yenidən razılaşmadan imtina edərsə, Amerika Birləşmiş Ştatlarının oyunu köklü şəkildə dəyişməlidir. O, Trumpı Çin kimi ucuz Rusiya nefti alan ölkələrə rüsumlar tətbiq edən qanunvericiliyi dəstəkləməyə, Ukrayna uşaqlarının qaçırılması səbəbilə Rusiyanın terrorizmi dəstəkləyən dövlət kimi tanımağa və sanksiyaya məruz qalan Rusiya xam neftini daşıyan tankerlərin müsadirəsinə icazə verməyə çağırıb.